Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava səbəbindən biçin kampaniyası gecikməsinə baxmayaraq artıq bir neçə gündür ki, günəşli hava şəraitindən istifadə edən Goranboylu fermerlər taxıl zəmilərindən biçin kampaniyasını həyata keçirirlər və məhsulun vaxtında və itkisiz yığımını həyata keçirmək üçün zəmilərdə qızğın iş aparılır. Elə bunun nəticəsi olaraq Goranboyda 14.595 hektar arpa sahəsindən 3.400 hektara artıq biçilib. Məhsuldarlıq ötən ilkindən yüksəkdir. Hava şəraiti imkan verən kimi biz bütün texnikanı sahəyə yığmışıq, vaxtında və itkisiz məhsul ambara yığmaq üçün. Bu il bizim 700 hektar arpa əkinimiz var, 1400 hektar buğda. Arpada məhsuldarlıq hardasa ortalama 50-55 sentnerdir gözləntimiz, buğdada 55-60 sentner. Ən yüksək məhsuldarlıq isə rayonun Bozdağ massivində yerləşən aqroparkda qeydə alınıb. Biçin növbəllik əsasında aparılır. Bu da məhsulun vaxtında və itkisiz yığılmasına imkan verir. Biçim prosesinin vaxtında və itkisiz başa çatdırılması məqsədi ilə sahələrə ümumilikdə 61 kombayn cəlb olunmuşdur ki, bunun da 24 kombayını aqroservisə, 37 ədədi isə fiziki və hüquqi şəxslərə məxsusdur. Biçilmiş sahələr üzrə isə orta məhsuldarlıq 35.6 sentiner təşkil edir ki, bu da ötən illə müqayisədə 2 sentiner daha artıqdır. Hazırda arpa biçini rayonun Aran hissəsində aparılır. Bir neçə gündən sonra kombaynlar dağətəyi ərazilərdəki zəmlərə keçəcəklər. Arpadan sonra isə buğda biçini başlayacaq. Xaliq Qurbanlı, Fuad Quliyev, ASTV Xəbər.